Ölkəmizdə mənzil problemini yaxşılaşdırmaq üçün son vaxtlar çox iş görülür. Belə gözəl, yaraşıqlı binalarda yaşamağımız üçün dövlət nə qədər xərc çəkir. Digəl ki, bu evlərə köçən kimi qapı bacalarını, həyətlərini öz əlimizlə kör qoymağa başlayırıq. Ata-baba adətidir. Qonşu qonşuya baxar, qapı bacasını təmiz saxlar, səhmana salar. Biz isə əksinə, bir-birinə baxıb uşaq meydançalarını, qocaların istirahət güşələrini bölmək üstündə davaya çıxırıq. Kvartallarımızın daxilində vəziyyət çox pis vəziyyətdədir. Mən belə hesablayıram ki, cəmaatın zövqünə uyğun olmaq üçün yəqin bir şəkil olmalıdır, bir çizgi olmalıdır. Hər an istəyir oranı tutur. Belə olmamalıdır. Mən bu binada yaşayıram. 79-cu ildən. Bina yaxşı binadır, daş binadır, evlər səliqəlidir. Hər bir şərait yaranıb. Ancaq binanın həyəti çox dardır. Olanı da tutublar, ayrı-ayrı şəxslər görsən 3-4 adam çərçivəyə alıblar, dəmirlə, taxtayla, səliqəsiz. Uşaqların oynamaq üçün heç bir yeri yoxdur. Bu qaraj sahibləri özləri bilirlər ki, bu yerlərdə öz uşaqları oynamalıdır. Öz ağsaqqalları, ağbirçəkləri istirahət eləməlidir. Bu musiqi məktəbidir. Musiqinin də dövrəsində indi qaraj tikiblər. Qaraj hara, musiqi məktəbi hara. Heç qarajın yeridir burada. Bilə-bilə də tikirlər. Belə xoşa gəlməz mənzərələr şəhərimizin hər yerində var. Biz bir neçə ərazidə çəkiliş aparıb, nümunə üçün göstərdik ki, bəlkə öz qapı bir qonşularının, mənzil istismar idarə işçilərinin, icraiyyə komitə rəhbərlərinin qanuni tələblərinə məhəl qoymayanlar insafa gəlib, bu qıfılları aşsınlar. Bu yaşıllıqlar bütün həyətdəkilərin istifadəsinə çevrilsin. Mən dünəndən səni gözləyirəm. Gələcəksən? Hələ ki bilmirəm. Yaxşı deyil axı. Necə yəni yaxşı deyil? Mən səni istəyirəm. Gözləyirəm. Çox istəyirsən, hə? Əlbəttə. Peşman olmazsan. Niyə sursun? Fikirləşirəm. Nə fikirləşsən Aydəli? Oğlan xahiş edir. Get, hə? Siz kimsiz axı? Niyə başqasının söhbətinə qulaq asırsınız? Bağışlayın. Siz soxulmuşsunuz bizim söhbətə. Düz demirəm ay xavər. Elədir, elədir. Nə etmək olar? İndiki gənclər hamısı belədir də. Bura bax. Bizi təkkil eləmə. Qanacaksın. Ay oğlan, bizim günahımız nədir? Bakı telefonları belə işləyir də. Siz haqlısınız. Bakının telefonları heç nə yaramır. Elə zayışdirlər, elə zayışdirlər ki. Mən onların müdürlərinin başına elə bir oyun açardım. Elə bir oyun açardım ki, mənim kimi su deyə məliyə gəzərdilər. Telefon təsərrüfatının müdürü mənəm ay qız. Nə demək istəyirdin mənə? Başda görə utanma. Arsız xanım, başda. Qabiliyyətli danışın. Mənə bax, qanacaqsın özün sənə ha. Telefon xulqanı. Sən ölürsən, səni milisə vermək lazım. Bura baxın, özünüzü yığışdırın ha. Milis hər şey eşidir. İndi gələrəm, böytançılığa görə hər ikinizi həbs eləyərəm. Hara lazımdır ora göndərərəm. Hara? Sibirə. Да-да, это Сибирь, Иркутск. А кто говорит? Müslüm. Oh, Muslim, Magamaev, como estás? Eu estou muito contente em falar contigo. Послушай, друг, за такие шутки... Это не шутка, Muslim. Eu, Lino Kiala, Pravda, aqui em Portugal, Lisboa. Axı, kim deyir ki, başı telefonları pis işləyir? Heç dünyada belə telefon var.
Respublikamızda tam təsərrüfat hesabına keçməyə ciddi hazırlıq gedir. Təsərrüfatın hər bir sahəsində israfçılığa yol verməmək, qənaətlə işləmək, mini qazanmaq üçün birin qədrini bilmək dövrün tələbidir. Ürək ağrısı ilə deyirik ki, qara qızıl adlandırdığımız yanacaq, sürtkü yağları təsərrüfatlarında təsərrüfatsızlıq baş alıb gedir. Biz gündə 1000 kub mal ixrac edə bilərik. Bütün məqsədimiz də oydu ki, bu yaxın olan 3 rayonu, Qax, Zaqatala, Balakən rayonu yanacaqla təmin eləyək və təmin eləyə bilirik də. Amma bəzi anlaşılmamaq üzrəndən bizim rayonda olan təşkilatlar çoxu bu saat görürsünüz gedir, 170 kilometr aralıda olan Ləkidən yanacaq gətirirlər. Zaqatala dəmir yol stansiyasında yerləşən bu gördüyünüz 2 dənə çəni nəzmi 50 tondur, ikisi. Amma o Zaqatala MTS hansı ki gəlir gündəlik 3 sisterna, 4 sisterna gələn vaxtları 2 sisterna bunlara boşaldanda deməli o bir sisternalar hansı ki yerdə qalır, onu cərimə yazmağa dəmir yoldan məcbur oluruq. Vağzal rəisi Məmməd Şəfi Umudxanov həm yerlilərini başa sala bilmir ki, bir gün bu təsərrüfatsızlığa, israfçılığa, texniki təhlükəsizliyə görə onlara qulaq vurması verən tapılacaq. İmişli rayonunun Kirov adına kolxozunda 60-a yaxın maşın, traktor bu bazadan yanacaq, sürtkü yağı alır. Bilirsiniz nətədir? Bu torpağın bu vəziyyətə düşməsi, yanacağın bu dərəcədə belə itməsi, yanacaq belə ögey münasibət. Mənə elə gəlir ki, bu təsərrüfat rəhbərindən, o cümlədən də rayon nəzarətçilərindən çox asılıdır. Respublika Neft Müfəttişliyi İdarəsinin inspektoru Faiq Məmmədovun iradlarına sözümüz yoxdur. Ancaq kolxozun baş mühəndisi Saməddin Əzizovun da dediklərini qulaq ardına vurmaq olmaz. Deməli bir dənə benzinavozumuz var. O benzinavoz gedib oradan deməli neft bazaya girərkən o oradan blombul şəkildə çıxmalıdır və gəlib bura töküləcək. Belə bir şey yoxdur. Buna heç kim əməl eləmir. Orada da bu var. Deməli orada ağ neft deyilən ağ neft var. Oturub içəridə bir nəfər. Oradan səni buraxmırlar içəri, neft bazaya. Məni buraxmırlar içəri. Mən nə cür bilməyəm bu təmizlik və yaxud da onu analiz eləmirlər. Deməli oradan ağ nefti istədiyi vaxtı yarısında benzin vurur, yarısında ağ neft. Bundan qutardı. Bu yerdə deyiblər, xoruzun quyruğu göründü. Respublika Yanacaq Komitəsi daha ciddi nəzarət tələb eləyən doldurma boşaltma əməliyyatını görəsən niyə belə nəzarətsiz qoyub? Bakıya dönərkən yolüstü Yevlaqdakı avtomobil bazasına baş çəkdik. Bu bazada 300-dən çox avtomaşın var. Maraqlandıq görək bu maşınların istifadə elədiyi yanacağın, sürtkü yağının dəqiq hesabı aparılırmı? Heç dəsən işləmir sağqacı. Onun köynə maşındır. Köynə olanda işləmir kimi. Nəyin ki burada, heç yerdə. Heç yerdə olsa düzgün sayğaç yoxdur. Heç birində işləmir. Yox. Görəsən təsərrüfat rəhbərləri qara qızıl adlandırdığımız neft və neft məhsullarını niyə belə israfçılıqla işlədirlər? Bəlkə düşünürlər ki, Azərbaycan nefti bitib tükənməzdi, varlığa nə darlıq? Yox, bu varlıqdan doğan israfçılıq deyil, özbaşınalıqdır.